Salam əziz balıqçılar, salam əziz təbiət sevərlər. Mən bu haqda geniş video çəkmişdik, paylaşım etmişəm. Amma qısa məlumat da verim ki sizə. Aprelin 1-dən daxili su hövzələrində yalnız sənaye balıqçılığı qadağandır. Daxili su hövzələri haradır? Daxili su hövzələri Xəzərə birləşən çayların məcrasına qədər, yəni Xəzərə birləşən hissəyə qədər sənaye, hər hansı üsul sənaye balıqçılığı qadağandır. Yəni heç bir güzəşt yoxdur. Aprelin 1-dən bilirsiniz ki, biz bunu 4 il hardasa bundan əvvəl biz bunu aşkar etmişik. O vaxta qədər Ekologiya Nazirliyi heç vaxt aprel ayı qadağan etməyib. Yalnız sənət üstə qalıb bu. Bunu Azərbaycan Balıqçılar İttifaqı rəhbəri olaraq biz axtarış elədik və məcbur oldular ki, sonda aprelin 1-dən daxili su hövzələrində qanunla, Sovet dönəmindən qalmış bu qanunu tətbiq etsinlər. Aprelin 1-dən daxili su hövzələrində sənaye balıqçılığı qadağandır. Hərsəndir, yuxarı zonalarda Tovuz, Şəmkir, Samux, Qazaq, nə bilim, o tərəflərdə ümumiyyətlə balığın kökün kəsirlər. Akstafa, İmişli, Saatlı, Sabirabad, bunlar da daxil olmaqla tok aparatları bəlkə də 10 dəfə deyim artıb. Niyə artıb? Yuxarı tərəfdə Samuxda bəzi qüvvələr yaranıb, Samux rayonuna balıqçılıq sektorundan gələn icra hakimi var. Yəqin ki, müəllim orada o qaydaları gözəl bilir. Tez bir zamanda həll edərlər orada o problemləri. Samux rayonunda brakonyerlik 3-4 dəfə artıb bu 2 ildə. Və əsas məsələ may ayının 1-nə qədər hələ ki sənaye balıqçılığına, yəni dənizdə qadağa yoxdur. Xəzər dənizində qadağa yoxdur. May ayının 1-dən Xəzər dənizində də sentyabrın 1-nə qədər qadağandır. Hərçəndir, bu qadağaların heç bir xeyri yoxdur. Əsas qadağalar olmalıdır fevral, mart, aprel ayı. Yəni bu idman və həvəskar balıqçılığı, sənaye balıqçılığına isə olmalıdır mart ayından olsun iyul ayına qədər. Yəni bəzi balıqlar var ki, onların populyasiyası süni olmalıdır. Nərə balığıdır, qızıl balığıdır, fareldə Xəzərin qızıl balığıdır. Bunlara görə bunlar qadağanı tətbiq edirlər may ayından Xəzərdə. Amma əslində artıq siz o balıqları 30 ildir bu qadağaları düzgün tətbiq etmədiyinizə görə və balıqların miqrasiya yollarını satdığınıza görə həmin miqrasiya yollarına, məsəl üçün Şaqaydır, Şirvan kanaldır, ora kvota almaq dənizin altında 5000 manat rüşvətdir, 5000 manat kvotadır, bölünür də orada bir neçə nəfərə. Yəni 5000 bölünmür, elə 5000 manat ancaq kvota alırlar oranın ağzında, o Şaqayda, bəzi yerlərdə, indi mən onun hamısını dəqiq deyə bilmərəm, amma bu yerlər dəqiqdir. Bu illər ərzində balığın artırılması əsas cənub zonasına düşür populyasiya yerləri. Onda 30 ildir Sovet dağılandan sonra Ekologiya Nazirliyi və Ekologiya Nazirliyindən qabaqki biri var, yekə danışır, rüşvətxor belə gəldi, rüşvətxor elə getdi. O balıq naziri, onlar vaxtında satmasaydılar, həmin o populyasiya yollarını, ora qurulan o katyolları, vintləri, o yerləri satmasaydılar, bu günlərə 90% balığın kökü kəsilməzdi. Bu qədər qısa danışdım ki, həvəskar və idman balıqçılar hələ ki narahat olmasınlar, may ayının 1-nə qədər hələ ki heç bir qadağa yoxdur. Bu qədər.